Moskvada xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyətindən bəhs eləyən Tağıyev Neft bədii filminin təqdimatı keçirilib. Film həm rus, həm də Azərbaycan dilində nümayiş etdirilib. Qeyd edək ki, ekran əsərini Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Kino Agentliyinin dəstəyi ilə Bakı Media Mərkəzi çəkib. Filmin baş prodüseri Arzu Əliyeva, prodüseri Orman Əliyev, quruluşçu rejissoru Zaur Qasımlı, ssenari müəllifləri İsmail İman, Asif İskəndərli və Zaur Qasımlıdır. Baş rolu isə xalq artisti Pərviz Məmmədrzayev canlandırıb. Açığın deyim ki, belə bir reaksiyanı gözləmirdim. Düşünürdüm ki, biraz bundan da aşağı olacaq, amma gözləntimdən daha çoxdur pozitiv reaksiyalar. Tağıyevi tanıtmaq Rus xalqına çox qürurlu bir hisdir. Və mənə elə gəlir ki, biz bu filmlə çox şey qazanmış olduq. Belə bir söhbət var ki, biz növbəti ikinci, üçüncü və dördüncü hissələri də bu formatda davam eləyək, burada təqdim olunsun. Çünki biz gördük ki, auditoriya istəyir, təşkilatçılar da çox, onlar da çox bunu istəyirlər və bizim 2, 3 və 4-cü hissələr tərcümə olunacaq rus dilinə və burada təqdim olunacaq. Çox şad oldum. Yəni, təkcə Azərbaycanlılardan başqa digər millətlərin də nümayəndələrinin gəlməsi, bizim millətin gözəl nümayəndəsinin haqqında çəkilmiş filmə başqa millətlərin də maraq göstərməsi mənim üçün çox xoş idi. Həqiqətən də çox gözəl rəylər oldu, çox gözəl isti qarşılandı və mənim üçün bu bir daha xoşdur ki, Azərbaycandan kənarda da Tağıyevin şəxsiyyətini işıqlandıra bilirik.